ay müşteri, gel ay değerli izleyicilerimiz, gel ay müşteri. Gör ne çıxıb satışa değerli izleyiciler. Super ev. 110 bindən düşdü değerli izleyiciler. 102 bin manata. 2 sotun içinde değerli izleyiciler. Həyətdə pisetkası. Ben size ne diyeyim? Super vəziyyətdə. Evimiz harada yerləşir? Abşeron rayonu. Məhəmmədi qəsəbəsində, Zabrat Məhəmmədi yolunun arasında değerli izleyiciler. Mərkəzi kanalizasiya. Düz qapıya kimi değerli izleyiciler. Asfalt yol. Ne istiyorsunuz? Gəlin də değerli izleyiciler. Gəlin bu dəqiqə bu evi gəlib baxmaq istəyənlər behlə gəlməlidir. Beh değerli de 2000 gətirin, behi qoyun, səhəri gedirik alqı-satqıya değerli izleyiciler. Super vəziyyətdə 4 otaqlı ev. Bir yaşı evdir. Evin değerli de kombisi var. Evin arkasında keçidimiz var. Sanitar qovşanın aksesuarları var. Daha ki değerli izleyiciler. Burada bir tane hediye verib eviyə sizə. Bura mətbəx mebeli də qoyub değerli izleyiciler. Bu evi kim alsa mətbəx mebeli üstündə hediye olacaq. Bir yaşı ev var. Kombis burada değerli izleyiciler. Bahalı kombidir. Baxın değerli izleyiciler. Super vəziyyətdə mətbəxə də giriş çıxışımız var burada değerli izleyiciler. Yolu da düz asfalt yol, məktəbi, bağçası, marketi, apteki zadı evə hamısı yaxın. Girən kimi bax koridorumuz, radiatorlar da hamısı quraşdırıb değerli izleyiciler. 102 bin manata siz heç də tapa bilmərsiniz bu vəziyyətdə. 4 otaqlı evdir. Super vəziyyətdə, həyətdə geniş. Daha gördünüz də pisetkasında kimi yeri var. Kamyonlar hamısı daimi. Ana yola çox yaxın. 3-4 tane yol var değerli izleyiciler. Zabrat Küdaxanı yolun üstündə, Məmmədli kurğunun yanında Məmmədli binalar var. 5 mərtəbəli, 10 mərtəbəli binalar. Onların arkasında super vəziyyətdədir. Gir yaşadır. Kamyonlar da daimidir. Qiymətdəki endirim olub. Şok endirim. Jackpot gəlib. Jackpot. 110 bindən 102 minə düşüb. Hələ 102 bindən biraz da cüzi bir endirim eləyəcək. Amma gələndə behlə gəlin ki, yaxşı endirim eləyək istə dəyərli izləyicilər. Sizi gözləyirik. Paket kupça 102 bin manat real alıcıya endirimimiz olacaq. Daha ki dəyərli izləyicilər, mətbəx mebelində sizə hədiyyə eləyəcək. Buyurun gəlin. Sağ olun.